Prezident İlham Əliyevin sentyabrın 1 və 2-də İtaliyaya işgüzar səfəri bu ölkənin çoxsaylı kütləvi informasiya vasitələrinin əsas gündəm mövzusudur. Dövlət başçısının İtaliyanın nüfuzlu Il Sole 24 Ore qəzetinə müsahibəsi zamanı səsləndirdiyi fikirlər istər regional, istərsə də qlobal məsələlərə toxunması bu ölkənin mətbuatında böyük marağa səbəb olub. Azərbaycan, Ermənistan və digər qonşularımızı birləşdirən infrastrukturun yaradılması məsələsi müharibənin bitməsindən sonra imzalanmış üçtərəfli bəyanatda öz əksini tapıb. Azərbaycan azad olunmuş ərazilərdə artıq iri miqyaslı infrastruktur layihələrinin icrasına başlayıb. Biz birinci beynəlxalq hava limanını istifadəyə vermişik. İkinci beynəlxalq hava limanının uçuş-enmə zolağı artıq fəaliyyət göstərir və tezliklə hava limanının açılışı olacaq. Prezident İlham Əliyevin sentyabrın 2-də Il Sole 24 Ore qəzetinə müsahibəsi zamanı ilk toxunduğu məsələ avqustun 31-də keçirilmiş üçtərəfli Brüssel görüşü idi. Müharibədən sonra razılaşmaların əsas istiqamətlərindən biri regionda kommunikasiyaların açılmasıdır. Rəsmi Bakının qarşı tərəfdən gözləntilərindən biri də budur. İtaliya şirkətinin işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərdiyini vurğulayan Prezident İlham Əliyev ölkəmizin Avropa ilə enerji məsələlərinə də toxundu. İxracımızı şaxələndirməyimizdən asılı olmayaraq, bizim qeyri-neft və qeyri-qaz ixracımız neft və qaz ixracına uyğun gəlməyəcək. Çünki neft və qaz ixracı artır. Məsələn, keçən il biz İtaliyaya 9,6 milyard dollar, bu ilin 7 ayında isə 11 milyard dollar həcmində təbii qaz ixrac etmişik. Qazın qiyməti düşdü. Beləliklə, şaxələndirmə bizim üçün ümumi daxili məhsulda öz əksini tapan statistika deyil. O, xalqımız üçün iş yerləri təmin etmək və yaxşı həyat şəraiti yaratmaq deməkdir. Məsələn, bu ilin 6 ayındakı ümumi daxili məhsulumuza baxsanız, nə görəcəksiniz? Ümumi daxili məhsul 6,2%. Qeyri-enerji sektorunda isə demək olar ki 10%. Qeyri-enerji ilə bağlı sənayədə isə 11%-dən çox artıb. Qeyri-enerji ixracı 25% artıb. Prezident İlham Əliyevə ünvanlanan suallardan biri də son zamanlar Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində artan əməkdaşlığın region dövlətlərində narahatlıq yaradıb-yaratmadığı barədə idi. Böyük dövlətlərlə qonşu olan Azərbaycanın balansı qorunmasından heyrətlənən jurnalist enerji əməkdaşlığının artması fonunda rəsmi Bakının hər hansı bir təzyiqlə üzləşib-üzləşmədiyini soruşdu. Dövlət başçısının cavabı isə konkret idi. Xeyr, qətiyyən yox. Bunun səbəbi odur ki, bizim regiondakı münasibətlərimiz çox yaxşı balanslaşdırılmışdır. Onların öz dinamikası var. Bizim hər bir qonşu ilə xüsusi iki tərəfli əməkdaşlıq gündəliyimiz var və bu gündəlik bütün qonşularla fərqlidir. Biz hər bir qonşumuzla ədalətli və səmimi davranırıq. Heç vaxt vədimizi pozmuruq. Əgər nə isə deyidiksə, qonşularımız əmin olurlar ki, biz onu edəcəyik. Bizim sözümüzün imzamız qədər qüvvəsi var. Ona görə də bu çətin vəziyyətdə biz nə Rusiyadan, nə də İrandan mövqeyimizlə bağlı hər hansı mesaj almamışıq. Bizim mövqeyimiz çox sadədir. Biz hər bir dövlətin ərazi bütövlüyünü daim dəstəkləyirik və bu fundamental mövqedir. Bəli, bu bizim öz problemimizə əsaslanırdı. Çünki bizim ərazi bütövlüyümüz pozulmuşdu və biz indi ərazi bütövlüyümüzü bərpa etdikdən sonra da bu mövqedəyik. Çünki ölkənin ərazi bütövlüyü zor tətbiq edilərək pozula bilməz. Bu, beynəlxalq hüququn pozulmasıdır. Azərbaycan prezidentinin səfərinin yekunları ilə bağlı İtaliyanın nüfuzlu Il Giornale qəzetində analitik məqalə dərc olunub. Habelə Aska News xəbər agentliyi səfər vaxtı Prezident İlham Əliyevin iştirak etdiyi tədbirlərdə söylediyi fikirlər, keçirdiyi görüşləri ilə bağlı məqalə və video reportajlar hazırlayıb. Həmin məlumatlar İtaliyanın çoxsaylı mətbuat orqanları, o cümlədən Il Sole 24 Ore, Il Messaggero, Quotidiano, Notizia Tiscali, Affari Italiani, Il Dolomiti, Virgilio, Tiscali TV, Il Tempo, Notizie Yahoo, Finance Yahoo, Il Giornale d'Italia, MSN, Libera Quotidiano, Today, Notizie və digər kütləvi informasiya vasitələri tərəfindən də yayılıb. Həmçinin Kmetro, Scenari Internazionale, Sardenagol,
Giornale Diplomatico, Gazeta Diplomatica, Globus Magazine, Agenzia Nova kimi mətbuat orqanlarında da səfərlə bağlı geniş məqalələr dərc olunub. Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu mövzusunda çıxışı zamanı səsləndirdiyi fikirlərə geniş yer ayrılıb. ADN Kronos, Noticiaho, La Regione, Finance.Yaho, MSN, Il Sole 24 kimi xəbər portallarında dərc olunan yazılarda Prezident İlham Əliyevin İtaliya ilə Azərbaycanın olduqca fəal siyasi dialoq qurduğunu, iqtisadi, enerji və təhsil sahəsində əlaqələrin inkişafını vurğuladığı bildirilib. Bir il yarım əvvəl istifadəyə verilən Trans-Adriatik boru kəməri ilə Avropaya 13,5 milyard kubmetr təbii qaz nəql edildiyi, bu həcmin 11,7 milyard kubmetri İtaliyanın payına düşdüyü və cari ildə İtaliya bazarına 10 milyard kubmetr qaz nəqlinin planlaşdırıldığı qeyd olunub. Hər şey onu deməyə əsas verir ki, Azərbaycan prezidentinin xarici mediadakı çıxışları yenə gündəmin əsas mövzusunu təşkil edir. Müxtəlif dövrlərdə, xüsusilə 44 günlük vətən müharibəsində siyasi, hərbi sferada olduğu kimi, informasiya müstəvisində də hamıdan öndə olan Ali Baş Komandan bugün də həmin templə fəaliyyətini davam etdirir. Etibarlı əllərdə olan Azərbaycan reallıqlarının dünyaya çatdırılması da liderin xüsusi diqqətindədir. Rüstəm Mikayılzadə, Könül Məmmədova, ASTV Xəbər.